F-dan yazılan sözlər. Gəl belə deyək. F ilə, sən də bunu yaz, bir tərəfə qeyd elə. F ilə yazılan sözlər. Çünki onu qaydaya yaza bilmərəm. O qayda deyil. F ilə yazılan sözlər. İndi özümüzdən məntiqsiz də olsa bir cümlə yazmalıyıq bura ki, həmin o cümlənin içindəki sözlər hamısı F-dan yazılsın. Hansıdır? Töhfə, töhfə. Məxfi, bax F-dan yazılan sözlərdir. Kəşfiyyata çıxdı. Kəşfiyyata çıxdı. Çox böyük bir kəşf edib, indi baxacağıq. Görək nə kəşf edib. Asfalt kəşf etdi. Asfalt, bəzən elə bilirlər ki, yazıda V-dir. Xeyr, o deyilişdə V-dir. Asfalt, kəşf, yenə də F etdi. Deməli bu sözlər bu hərflə yazılır. Yadından çıxsa, bir dənə bu cümləni xatırla. Töhfə məxfi kəşfiyyata çıxdı, asfalt kəşf etdi. Fikirləş ki, burada bu cümlədə düzdür. Məna olmasa da, amma bütün sözlər deyəndə o V ilə çaşdırdığın sözlər əslində F ilə yazılır. Yəni töhfə F, məxfi F, kəşfiyyat, asfalt, kəşf bunlar F ilə yazılır. Aha, G ilə yazılan sözlər. G ilə yazılan sözlər. Bax, G ilə yazılan sözlər. G-ni dairə eləyək. Nəhəng pələng, bu da məntiqsiz olsa da yadda qalır. Nəhəng, bax G-dir, deyilişi düzdür ki, nəhəng. Biz yazıdan danışırıq. Nəhəng pələng, bax pələngin də sonu G-dir. Əlin belə deyir, belində tüfəng, belində tüfəng. Artıq oradan bildik ki, tüfəng də G-dan yazılır. Tüfəng. Qəşəng, çələng görür. Özü belində tüfəng, canlandır beynində bir bunu. Tarixi hadisəni canlandıran kimi. Qəşəng, çələng görür. Məcbur qalıb mən də bu cümləni töhfə asfalt kəşf edən kimi mən də bu cümlələri kəşf etmişəm ki, uşaqların yadından çıxmasın. Demək burada baxırıq nə G-dan yazılır? Pələng, tüfəng, qəşəng, çələng. Yəni bu sözlər G ilə yazılır. Məsələn, birdən fikirləşsən, görsən qəşəng G yazılır yoxsa G. Tez yadına salırsan. Nəhəng pələng, belində tüfəng, qəşəng çələng görür. Bu cümlədəki sözlər o G-dan çaşdırdığımız sözlər əslində G-dan yazılır.